Dəmirin kükürdlə təbii birləşməsi olan piritin Yunanca adının mənası od ilə əlaqələndirilir. Bu onunla bağlıdır ki, bu maddəni sərt səthə sürtdükdə qığılcım əldə olunur. Məhz bu xassəsinə görə bu birləşmədən qədimdə alov əldə etmək üçün çaxmaq daşı kimi istifadə edirdilər. Mineralın digər adı dəmir kolçedanı olub ki, burada da kolçedan sözünün mənası bəzi mənbələrdə Slavyan mənşəli olub, mənası odlu daş, digər mənbələrdə isə ərəb mənşəli olub, kükürd sözü ilə əlaqələndirilir. Bu maddə xarici görkəminə görə qızıla bənzədiyindən bəzi təcrübəsiz qızıl axtaranlar tərəfindən tapıldıqda qızıl zənn edilirdi ki, ona görə də bu maddəyə axmaqların qızılı da deyirlər. Lakin mineral öz sərtliyinə, sıxlığına, həmçinin zərbə təsirindən xırdalanması və yanıcı olmasına görə qızıldan fərqlənir. Maraqlı məlumatların davamı üçün kanala abunə olub videoları bəyənməyi unutmayın.